Hər vaxtınız xeyir dostlar, xoş gördük sizi kanalımda. Günləri Türkiyə Süper Liqasının 10-cu turunu oyundayıq. Galatasaray, Trabzonspor oyundayıq. Böyük oyun deyilə biləcək oyun. Derbi deyil, amma böyük oyundur. Çünki Trabzonspor Galatasaraydan 3 xal harasa geridədir. Yox, 3 yox. 4 puan geridə olmalı məncə. Galatasaray öz meydanında oynayır. Davinson Sanchez yoxdur. Davinson Sanchez'in yerinə Binari Lemina oynayacaq müdafiədə. Lemina müdafiə yaxın yarım müdafiəçi olduğuna görə onu oynadır yerinə. Torreira gəlibdir. Torreira 11-dədir. Singo 11-də olmasa da yedəklərdə gözləyir. Ondan sonra Mauro Icardi yedəklərdədir. Osimhen 11-dədir. İnşallah yaxşı bir oyun olar. Günləri yaxşı bir oyunu izlərik. Trabzonspor da yaxşı oynayır, yaxşı başlayıbdı. Baxmayaraq ki, əvvəl çempionatın əvvəllərində biraz normal yaxşı oynamamışdı. Sonradan oyunu düzəldi, yaxşı oynayır. İkinci yerdədir. Trabzonspor həmişə Galatasaray'ın oyunları maraqlı olur, qollu keçib oyunları. İnşallah bu günlərdə qollu olsa da Galatasaray qələbə qazanar. Fikrimcə 2-1 ya 3-2 Galatasaray qələbə qazanacaq. İnşallah elə olar. Yəni qazansın, xal fərqini də artırsın. Həm Trabzonla, həm Fenerbahçe ilə. Sabahda Fenerbahçe'nin oyunu var şeylə. Derbi oyunu var. Beşiktaş Fenerbahçe oyunu. O oyuna kimi də ki qələbə qazansaq daha yaxşı olar. Oyun başlayır. Oyuna keçək. Oyuna keçməmişdən qabaq da kanalıma abunə olub, videolarımı bəyənib, bildirimləri açıb, şərh yazıb, fikirlərinizi bildirsəz daha yaxşı olar. Oyuncular da gəldilər meydana, keçək biz də oyuna görə oyun necə olacaq. İnşallah maraqlı oyun olar. Hakim danışılmaz eləməz. Hakim məsələlərini də yəqin ki bilirsiniz. Keçək oyuna dostlar. Ver də, ver Sanaya da. Ver Sanaya da, ay Barış ver də, ver Sanaya. Sağ tərəf boşdur, ver də. 12 dəqiqədir Galatasaray preslə oynuyor. Qabaqda bərk pres var, amma presdən çıxır Trabzonspor. Hər dəfəsində presdən yaxşı çıxır. Burada Sane boş idi sağ tərəfdə. Vermədi, Barış vurdu. Vay da özü vurdu. İndi burada da Osimhen yerdə qaldı. Baxaqlar. Hakim saxlamadı. Offside ola bilər, penal ola bilər. Ayağına bastı. Amma yox. Yaxından görsədir ki, görsətsəydi bir yaxından görə məncə ola bilər. Ayağına bastı. Burası görsətmir axı yaxında. Bax hələ. Yoxdur deyəsən. Ayağına tam basmadı məncə. Yox, ayağına basmadı. Davam elədim. Osimhen! Ara vurdu sana o. Bayrağı offside olmasaydı onu hala vurdun sen Osimhen. Öyle top vurarlar ha. Ya. Davay. Burada offside. Ayağı biraz qabaqdaydı Osimhen. Osimhen'den bir dənə var. Bir dənə Osimhen offside'dan kurtarsaydı özün, bu offside'lardan daha doğrusu çok düşür olsaydı. Offside'da çok düşür. Həddindən artıq çox. Biraz offside məncə işləməlidir, offside'a düşməmək üçün. Belə yaxşı oyun Osimhen hər nə oyun deyirsən var Osimhen'də. Hər nə oyun deyirsən var. Bir dənə offside'a çox düşür. Bir də son vuruşlarda, son bitiricilikdə biraz yəni geridədir. Əllə oynama vardı desən. Əllə oynama vardı desən. Galatasaray'ın oyuncusu kimin əlindəydi görür. Şeydən vardan baxır görə hələ. Gabriel Sara'nın əlinə dəyib belə. Burada. Məncə nə bilim buna mən nə deyə bilərəm. Penaldır yoxsa yox mən bilmirəm. Yoxdur, penal vermədi. Beləncə dəydi əlinə burada. Əli buradaydı, buradan belə dəydi əlinə, davam verdi. Onu vallahi mən dəqiq bilmirəm, o penaldır yoxsa, amma vermədi. Fikrimcə deyil ki, vermədilər. O yaxın məsafə olduğuna görə yaxın məsafədən gəldi top. Trabzonsporun oyuncusu yaxın məsafədən vurdu, buradan belə əlinə gəldi. Əli ilə ayağının arasına. Ona görə ola bilsin vermədilər, yaxın məsafədən olduğuna görə.
Yəni əli belə tam açıq şəkildə deyildi. Aşağıda. Seken top dışarı gitti. Galatasaray'da 6 oyuncu arkadaşı içeride. Go! Oo! Osimhen'den direğe çarptı. Ay! Yaklaştı gole. O kalabalık Direkdən döndü Osimhen. Onunla da topa baxırdı belə. Biraz getdi, biraz. gole yaklaştı Osimhen'le. Yaxşıdır. Qapıya ikinci dəqiqə zərbə. Köşe vuruşunda Birinci hissə qurtarmamış bir gol olsaydı yaxşı oynayır. Trabzonspor da yaxşı oynayır. Pis başlamır Trabzonda. Amma nəsə Barış Alper yenə də neçə oyundur belədə bir oyun göstərmir. Onsuz bəyənmirəm o oyunu. Çox həm biraz egoist oyunçudur, həm biraz başı işləmir. Yəni oyun barəsində başı işləmir. Yoxdur. Sane. Batago kaptı topu. Bıraktı Çox itirlər, çox top itirlər. Zuma destek verdi devamında. Sara. Ön direkte. Vur! Adem'in arka Gol! bayrak havada. Nə oldu? Torreira Offside. attı bayrak değerli izleyiciler. Ya, ayağını qoydu orada. Offside-da ayağını qoydu ya. Yolladı. Onsuz ayağını da qoymasa çölə gedirdi. Baxaq bir dənə. İşte İndi burada nə bilə offside ya. O belə ayağını vurmasaydı arkada Osimhen vura bilərdi. ağlara giden top. Ay səni. Gol geçerliliği kazanmadı. Offside ya, offside. Offside gör səni. Ayağını vurmasaydı çölə gedəcəkdi. Amma bəlkə Osimhen arxasından çatıb ayağını qoya bilərdi topa. Baxayla inşallah offside yoxdur, amma offside gör səni. Offside gör səni, offside. Torreira offside'da değerli izleyiciler. Ağlara giden top. Gol geçerliliği kazanmamış oldu. Onuachu ilk yarıyı bitirdi. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 0, Trabzonspor 0. Yaxşı oyun getdi. Galatasarayın da təhlükə gəldi. İkinci hissənin sonlarına yaxın. Trabzonsporda bir-iki dənə təhlükəli epizodları oldu. Barış Alper yenə də top itirir. Oyunçu keçmir, vaxtında vermir. Mən nə fikir vermişəm, Sane'yə paslar atmır, top atmır Sane'yə. Neçə və Sane sağ cinahda boş oldu, top göndərmədi ona. İtirdiyi topun arxasınca təzədən gəlmir. İtirir, baxır topa. Ona görə fikrimcə elə keçən oyunda da dedim, birinci hissədə çıxmalı idi ki, Barış Alper indi də çıxmalı idi. Çıxmalıdır. İlk hissə qurtardı. İlk hissənin ikinci hissəyə çıxmasa olar. İkinci hissəyə çıxsa da 60-da zətdə dəyişilməlidir. Çünki oynamır. Topu itirir, topun arxasınca getmir. Anladı, pası vermir. Fikir verirəm, Sane'yə neçə dənə boş sağ cinahda boş qaldı, top atmadı Sane'yə. Ona görə də Barış Alperlə bir oyunçu da oynamasa çox fərq edir ona görə. Lemina müdafiədə oynayır, yaxşı oynayır. Çox xoşum gəldi Lemina'dan. Müdafiətə də oynayır, öz mövqeyində də oynayır. Harda yer verсələr oynayır. Vallahi Lemina'ya da halal olsun. İkinci hissədə görüşərik dostlar. Muçi'ye gitti. Ernest Muçi şimdi. Şalay karşısında. Muçi'nin ortası ceza sahası. Oo, Qaşan Uğurcan. Qaşan Uğurcan. Müdafiəyə bax. Abdülkerim yenə yatıb. Yatıb yenə Abdülkerim. Bir ikinci hissə başlasın bir. Pozisyon değerli izleyiciler. Kim idi? Onu açırdı burada. Serbest vuruş kullandı Galatasaray. İkinci hissənin indi başlayıb. İkinci hissənin indi başlayıb. Trabzonspor təhlükəli gəldi. Uğurcan yaxşı çıxartdı. Değerli izleyiciler az önce. Ala. Lemina. Ay, Trabzonspor yaxşı oynayır. Trabzonspor yəni bu qədər yaxşı oynayacağını həqiqətən gözləmirdim. Yaxşı oynayır. Bax, Tekrar aldı Çok- Eren ortaya doğru döndü. ver də. Yunus sağ tarafa doğru açtı. Orada Sane var. Sane. Kapadı. Sane. Spor savunması. Yaxşı oynayırlar. Şimdi Sara ile ikiye bir dönebilir. Sane Ah. savundu. Sane topu kurtardı. Qaşan olsun Osimhen. Osimhen bir dənə orta. Osimhen. Ay, nə oldu axı bu? Nə oldu axı bu? Yunus gelmiş. Ay. Ona gitmesine izin vermedi Onana. İkinci hissə oyun sürətli başlayıb ikinci hissə. İki komanda da, iki klubda sürətli başlayırlar oyuna. İki qapıda da təhlükə var. Amma Trabzonun atak çox təhlükəlidir. Qapıçı çıxartdı, Galatasarayın işte qapısı tutdu. Görələr. Bu oyun
şey bitməməlidir, qolsuz bitməməlidir. Bərabərə də olsa qolla olmalıdır. Çox belə sönük oyun getdi birinci hissədə. Uğurcan bıraktı Torreira'ya. Eren. Ay bu çıxart da bu Peytoğu çıxart, bu Peysəri çıxart da oyundan. Çıxart da bu Barışı da. Sıçtı bütün oyunun içine ha. Açtı ayağından Ulayi. Sane. Şimdi Osimhen aldı topu bıraktı Sara'ya hemen. Gabriel Sara. Tekrar Osimhen. Ay bля, bu necə oyun oynayırlar ala bala. Bir türlü kestiremedi. Kontrol etti Osimhen. Bilə qalasa sənə. Belə oyun olar ha. Torreira döndü Abdülkerim'e. Aha hala çıxartmır, bu Barışı hala çıxartmır. Bir dənə top saxlamır və bir dənə normal top saxlayıb pas vermir bu oyunçu. Leroy Sane. Bütün atakaların içindən zad eləyibdi bu. Sane Mustafa'nın üzerine gitti. Leroy Sane. Eren şimdi. Eren verdi Torreira'ya. Torreira yükseltti ceza sahası. Sane ortaya. Top. Gol! Geçti gol. Ne oldu? Ay yine offside. Kaynak havada Sane. Hayır ya ne oldu ya bu? Leroy Sane. Ay ne oldu? Offside bakın baka. Torreira. Offside'di da. Sane. Offside kimi görsəndir. Onana'yla Ayağı biraz qabaqdadır amma var ha. Ona nasafına bak. çizgiyi geçti. La. Hakem kaldırdı bayrağını inceleme devam ediyor. Leroy Sane şimdi ortaya yaptı arka direk Osimhen vurdu kafayı Onana. Osimhen geriye. Ne oldu bu axa? Bu ne oldu apa? Ne oldu bu axa? Önce Osimhen'e sonra Böyle ona neye bakın senin geldi burada şir oldu ya burada. Lemina. Yine Manchester setkələmişlər bunu geldi burada. Şalay baktı içeriye. Şalay orta geldi. Ay bu la. Sağına ayak düzeltiyorum orta. Bu la. Ne oldu bu? 81. dəqiqə. Bax Barış Alper yoxdur. Barış Alper çıxdı gör necə oyun gedir. Barış Alper çıxdı gör necə oyun gedir. Bir dənə top ata bilmirdi. Barış Alper'i birinci hissədə çıxartmaq lazımdır. Və qarşı heç salmamaq lazımdır. Çıxandan sonra gör necə ata verirlər, neçə ata veriblər. Şimdi passiz Elif Zutkov'dan Ulayi. Oradan çıkardı. Torreira ve maç bitti değerli izleyiciler. Galatasaray 0, Trabzonspor 0 maçın sonucu. Az Oyun önce bitti dostlar. Galatasaray teknik direktörü Galatasaray 0, Trabzonspor 0. Bu oyunu Barış Alper verdi. Mən belə görürəm. Barış Alper verdi. 65 dəqiqə, 70 dəqiqə oyun, 70 dəqiqə oyunda qaldı. Bir dənə düz pas verə bilmədi. Ali Sami Yenspor Pas atmadı birincisi. Atdığı pas da düz getmədi. Getdi Trabzonsporun oyunçuya götürdü. İtirdi topun arxasınca getmədi. Yeri oyun oynadı. topu burada. Barış Alper məncə fikrimcə bu oyunu. Barış Alper çıxandan sonra gördü neçə dənə atak elədilər. Ya dəqiq olmadı, ya bir iki dənəsini onunla çıxartdı, müdafiə çıxartdı, o çıxartdı, bu çıxartdı, girmədi ona. Gösterdi Okan. Barış Alper getməlidir. Vaxtında döndürmək lazımdır Barış Alperi getsin. Yəni getmək istəyir, bu oyuncu getmək istəyirdi, göndərmək lazımdır. Ona görə də ki Evet değerli izleyiciler. bu epizod beləncə oyun oldu. Trabzonspor mücadelesi Yunus oynaya bilmədi. tamamlandı. Yunus da oynamadı. Birinci Yunus'u çıxartdı. Məncə birinci Barışı çıxartmalı idi. Spor'da 24 yaptı. Icardi də girdi, bir şey dəyişmədi. Amma atakalar çoxaldı, elədi, o oldu, bu oldu. Amma qapıya top girmədi. Heç nə. 2 xal itirdi. Öz meydanında Trabzonspor təbrik etmək lazımdır. Trabzon yaxşı oynadı. Atakalar da oldu, qapıya zərbələr də oldu, direkdən dönən topu da oldu. Uğurcanın çıxartdığı toplar da oldu. Olmadı. İndi sabahki oyunu gözləmək lazımdır. Sabah Beşiktaş Fenerbahçe derbisi var. Görək orada oyun olacaq. Fenerbahçe orada qələbə qazansa, Galatasarayla xal fərqi olacaq 4. Biraz da yaxınlaşacaq. Görə Beşiktaş derbiləri yaxşı oynayır. Nə qədər də ligdə zəif oynasa da derbilərdə yaxşı oynayır. Galatasaray ikinci ligdə ikinci oynudur, güclü oynudur. Yəni güclü komandalarla oynayır. Biri Beşiktaş, biri Trabzonspor ikisini də qələbə qazanmadı. İkisini də öz meydanında, ikisini də qələbə qazana bilmədi.
Qaldı 2 həftə sonra Fenerbahçe ilə oyunu. Görək ondan olacaq. Ondan qabaqdakı bu oyun, oyunu var, sabahki oyun var. Sabahki oyunda görə nə edəcək? Gələn həftə Çempionlar Liqası var. Ajax deplasmanda oynayacaq. Görə Ajax ilə necə oynayacaq? Belə, yəni boş yerə oyunu verildi. Bir maraqlı oyun da getmədi. Bir dənə oyunun axırlarında maraqlı oldu. Yunus Barış Alper çıxandan sonra. Öyle Barış Alper getməlidir, vaxtında göndərmək lazımdır. İndi göndərsəz o qiymətə göndərməyəcəksiniz, amma göndərmək lazımdır. Çünki oynamır bu adam. Bu adam oyun oynamır. Nə bilim, getdi, 2 xal belə getdi. Bitirək burada dostlar videonu. Başqa tepki videolarla görüşərik. Videomu bəyənin, yorumlarınızı yazın, takip eləyin, fikirlərinizi bildirin. Bu qədər dostlar. Görüşərik inşallah. Sağ olun.